Yaxşımısınız doktor? Beşim ağrıp qalıp 5 gün bolğan bir məsləhət bərsiniz. Yaxşımısınız doktor? Aşqazanam ağrıydı məsləhət bərsiniz. Vay yaxşımısınız doktor? Qan besinməydi bir məsləhət bərsiniz. Vay Rızaxın doktor nim boldu degəndə bugün nəhayət mühim, qarindaşlar faydalı bir iş toğrusunda paranlaşqılı gəldim. Yine muşu kisel köksütüşünü bir ügünü vasana tutqanlar. Mən bu həm də əmmə bilsəm şu ündidarda qarindaşlar haqsız məsləhət verib kelik. Bəzi qarindaşlar pul etib qoyuslar, balağınız bir az olsun bir nəsə əpqan deb. Həm də pulumuzu şunçilək kitken, şunçilək bir faydası tegitken qarindaşlara haqsız məsləhət bolsun bir əldə. Biz bundan xoş. Həm də bu yerdə bir diqqət qılğan bir iş. Meyli doktorxana varıb kisel köksütülü, meyli muşu tordu məsləhət sülüb bəzi qarindaşlar yuqarı bilək. Kötmək biləm. Baş ahırı yox bir sonu qaldırıb qoyuslar. Bu siz neçə yaş, ermo, ayalmo, nimiş qısız, nimi xizmət qısız bu ağırıq başlanğalı neçilək boldu. Yemək içməkiniz qandaq, qan besim barmı, diabet barmı? Bu kisellik sizin cinsinizin fərqi qarta, yaşınızın fərqi qarta, qıtqan xizmətinizin oxşaması qarta oxşamaydı. Bəzi kisellik sizin qıtqan xizmətinizlə münasibətli buluşu mümkün, yaşınızla münasibətli buluşu mümkün. Kötməklə soğan taşlap qoysanlar, bu bizden məsləhət soqqan sizlə birləm əməz, nurğun qarindaşlı var. Yəni birincinin üzərinin vaxtı. İkinciden bu kiselge doğru yolunu göstərkili olmaydı, doğru məsləhət bəyəli olmaydı. Üçüncünün bizden bu vaxtımız nəhayət qısa qarindaşlar. Bir yaxın özümüzün xizməti var, bir yaxın bir film tartıb, yaxşı məzmunlu yolumuzaq olmaydı, bir yaxın qarindaşlar haqsız məsləhət bəyəmisək olmaydı. Bizden bu turmuşumuz var. Şununla oxşaş, meyli doktorxan varıb məsləhət suran kisel köksünün meyli tordu məsləhət suran bir uzanlının gipini tepib cayda. Mən mançı yaş, manda xizmət qıtmə, manda özgürlük bulab qalı, mançı uzun bulab qalı, manda ağrıydı. Ya manda nəsin, ya vaxtımda bək ağrıydı. Məndə ya mançılıq qan besim var, ya diabet var, ya məndə burun yallığı var. Manda məsli var. Bir baş ağrıydı degen bilen bu baş burun yallığının ağrıydı, qan besim yuqurluğandan, qan besim çüp ketkenden, qan quya, qandımay. Eğraq oylasaq, məndə ösmü kiselikinin ağrıydı. Hem nim dəb məsləhət bir bizə. Doktorxana təkşüş qıtbaqını dəb qoyduğumuz. Şuna, bu məsləhət soğanda, kisel köksətkəndə, bu olsun bu əhvalını qısqa qılıb, düşünüş qılıb, bir qaldırıb qoysan, onun için bəzi qarindaşlar ikən, ündüdarını qoşab, ben bir monca gəlini qaldırıb qab, vaxtda cavab qaytıb bulamısaq, qanda doktor siz, doğru çıxıb sözləb qab, vaxtda cavab qaytılmaz kəndə. Şuna bayam dedim qarindaşlar, bu məsləhət soqqan siz birləm əməz. Nurğun məsləhət soqqan qarindaşlar var, sizin aldığınızı bizni xoşat məsləhət edib atqan qarindaşlar var, həm bizden xizmətimiz var. Bir şey yeni bir diqqət qıtqanış, bəzi qarindaşlar 5 minutda, bir 10 minutda bir doktor barmısınız, demişki gəp qılmaysınız, aldıraş bu dəb yaxıb qoyuslar. O da qısanlar sana gipini ən yuqurğa çıxıbdı. Məncə o degəndə ən 5'te gəp qılğan ən astıdaki qarindaşımızğa bir yaxın cavab qaytıb mənatma. Şuna qarindaşlar birinciden məsləhət soğanda səvürçəliklə saxlab bərsək, kesilimiz bək ciddi bolsa, ciddi doktorxana barsaq. İkinciden əhvalımızda qısqa düşünüş qılıb yuqurq uçurunu tuluq, bir qatımda qaldırıb qoysaq, birinciden bir qatımda məsləhət bəgəli otu, ikinciden bu əslində kesilimiz düşünüşki bəkraq yardım butu, toğruluq nisbeti yuquraq butu. Şuna diqqət qılsaq, bunun için qayt gəp qılmay, bir qatımda qaldırıb tüyütüb qoysaq. Özümüzün kesilini özümüz davalayanmağan diken, bu məsləhət soğanda bolsuma, doktorxana kisel köksətkəndə bolsuma, kisel köksütüşünə, məsləhət suraşının bir ügünü vasaq.